Bazar günü avtomobilini park edən sürücülərin çoxu bilmədən eyni səhvə yol verir. Parklanma üçün pul ödəyirlər. Halbuki bazar günü parklanma ödənişsizdir. Amma hər bazar günü küçənin bir küncündə dayanıb forma geymədən pul yığan şəxslər sürücülərdən parklanma haqqı adı ilə nağd vəsait tələb edənlərə rast gəlirik. Əksər hallarda bu ödəniş qanuni deyil. Buna görə də Azparking əməkdaşları şəhərin müxtəlif küçələrinə çıxaraq sürücülərlə maarifləndirici söhbətlər aparır. Onlar insanlara izah edirlər ki, bazar günləri küçə parklanma yerləri tamamilə ödənişsizdir. Unutmaq olmaz, kiminsə yaxınlaşıb sizdən pul istəməsi bu xidməti rəsmi göstərdiyi anlamına gəlmir. Əgər kiminsə əlində terminal yoxdursa, forma geyinməyibsə, bu sadəcə qanunsuz pul yığımına cəhddir. Parklanmanın düzgün idarə olunması təkcə pulla bağlı məsələ deyil. Bu sistem küçə hərəkətini tənzimləyə, yolları daha təhlükəsiz və nizamlı etməyə xidmət edir. Nağd ödənişin aradan qaldırılması isə həm sürücüləri aldadılmaqdan qoruyur, həm də maliyyə şəffaflığını təmin edir.